Ay manav, sən deyirsən məni söyləyəcək, mən səni söyməyəcəm. Hətta sənə demişəm ki, sənin manavın toyuna, manavı toya çağıranlara söymüşdüm. Manavı da söymüşdüm. Bu söyüşlərimə görə üzr istəyirəm və hər kəs manavı toya çağıra bilər. Hər kəs manavı toya çağıra bilər, toyunun da qiymətini salırlar aşağı. Manav ağayır, sənə icazə verirəm ki, mənə qarşı harda nə qol çəkmək lazımdırsa, harda Avropaya nə şikayət göndərmək lazımdırsa, mənə qarşı göndərginlə, qol çəkginlə məni yəni məhkəməyə ver. Sənə mən bu gündən sonra artıq əziz söz desəm, məndən şərəfsiz adam yoxdur. Çıxın məni hər cürə təhqir eləsən, mən sənə güldən ağır söz deməyəcəm, sənə hələ, sən ki, mən səni hədəf alala. Mənə qarşı kişilik eləmsən, mən də sənə qarşı kişilik elədim. Zaten səndən bir pis şey görmədik. Zaten başqa müğənilər olur da çıxır dalımızdan, biz iki kəlmə söz deyəndə 4 kəlmə cavab verir, dalda, orada, burada hürməklə məşğuldur. Sən heç vaxtı hürmədin bizə qarşı. Sadəcə olaraq özünü təhlükəyə atma. Seroz adamsan. Ağır vaxtlarda pis günə düşmüsən arıqlayıb. Yəni belə, əzəmət. Nə qədər də istəsən məni söyə bilərsən. Hədəf ala bilərsən. Sənə cavab qaytarmayacam.